Aşağıdakı nöqtələrdən hansı verilən funksiyanın qrafik üzərində deyil? Bunun üçün verilən nöqtələrin x və y-ni funksiyanın düsturunda yerinə yazıb yoxlamaq lazımdır. Əgər cavab bərabərdirsə, yəni bərabərlik ödənirsə, deməli nöqtə funksiyanın qrafik üzərindədir, ödənmirsə, deməli üzərində deyil. Verilən nöqtələrdən elə birinci P nöqtəsini yoxlayaq. P nöqtəsinin -1, 6-dır koordinatları. İlk yazılan koordinatımız x, ikinci isə y-dir. Gətirək düsturda yerinə yazaq. 6 bərabərdir. 4 vurulsun -1, üstə gəlinsin 10. 10-dan -4, 4-ü -1-ə vursaq -4 edir. 10-dan da 4 çıxanda 6 qalır. Deməli, P funksiyanın qrafiki üzərindədir və bizə lazım deyil bu cavab. Sonra M nöqtəsini yoxlayaq. M nöqtəsində 0 və 14 yazılıb. Deməli, 14 bərabərdir. 4 vurulsun 0, üstə gəlinsin 10. Bərabərlik doğru deyil. Çünki 14 4-ü vursaq 0-a 0 eləyər, üzərinə də 10 gəlsə 10 eləyər. Deməli, bizə lazım olan cavab elə M nöqtəsidir. Əgər siz əlbəttə K, N və L-də yoxlamaq istəsəydiniz, yoxlayaq bunları da. 0 bərabərdir. 4 vurulsun -2,5, üstə gəlinsin 10. 0 bərabərdir. 4-ü -2,5-ə vurduqda -10 eləyir, üzərinə də 10 gəldikdə 0 eləyir. Deməli, K nöqtəsi funksiyanın qrafiki üzərindədir. N nöqtəsinin koordinatlarına baxaq. 2 bərabərdir. X -2-dir, y-də 2-dir. Yerini yazırıq. 2 bərabərdir. 4 vurulsun -2, üstə gəlinsin 10. 2 bərabərdir. 4-ü -2-yə vurduqda -8, üstə gəlinsin 10. 10-dan 8 çıxanda 2 qalır. N nöqtəsi də funksiyanın qrafiki üzərindədir. Və L nöqtəsinin koordinatlarını yoxlayaq. 22 bərabərdir. 4 vurulsun 3, üstə gəlinsin 10. 4-ü 3-ə vursaq 12, üzərinə də 10 gəldikdə 22-dir. Bu da ödəyir.